Bir də bu videoya baxaq. Bu videonu gördüyünüz andan etibarən 6 ay sonra artıq Kanada, Amerika oturumla birgə iş icazəsi alıb universitetlər tərəfindən siz hələ Bakıdaykən işlərinizin tapılmasında köməklik göstərərik. O qədər insan bu videonu görüb bizə gəlib güvənib və hal-hazırda artıq Kanada, Amerika və Avropa ölkələrində həm işləyirlər, həm təhsillərini alırlar. 6 ay yox, 1 il 6 aydan çox vaxt keçdi və mən aid qrupla Kanada vizasından 3 dəfə rədd aldım. Amerikadansa ümumiyyətlə qəbul gəlmədi. Bu gün sizə xaricdə təhsil şirkətinin başından keçənləri danışacağam. Burada məqsəd hansısa şirkəti pisləmək və ya buna bənzər bir şey deyil. Sadəcə xaricdə təhsil almaq istəyənlər üçün bu videonu çəkirəm ki, maariflənsinlər. Deməli, çox uzatmadan sürətli bir şəkildə prosesi danışmağa çalışacağam. Mən bu şirkətə 2024-cü ildə ofislərinə yaxınlaşdım. İçəriyə keçərkən telefon icazə vermirlər, güclü yoxlama, aparatlardan keçirsən, hətta içəriyə keçəndə hər yerdə vizalanların şəkilləri var. Bu barədə qabaqda danışacağam. Mənlə uzun-uzadı söhbət apardılar. Elə motivasiya verdilər ki, bir anlıq özümü Kanadada, Amerikada hiss elədim. Nəysə, bu uzun-uzadı söhbətdən sonra mən müqaviləni imzaladım və biz prosesə başladıq. Lakin evə gələndən sonra müqavilədə burada gördüyünüz, bilmirəm buralarda harasa qoyacağam. Yəni bənddə də yazıldığı kimi, yəni sənə necəsə viza çıxsa və sən reklam xarakterli çəkilişdə imtina eləsən, 1000 manat ödəməlisən. That's explain everything. Yəni bu əməli başda açıq aydındır. Nəysə, o vaxtdan bu vaxta onlara ödədiyim xidmət haqqını, yəni xidmət haqqı adlandırdıqları şey dalbadal rədd almaqdır. Sonradan o xidmət haqqından da çox xərclər çıxır ortalığa. Yəni bunu deyirəm, biləsiz. Nə bilim, bank sənədləri olsun, ümumiyyətlə sənəd sünət toplamaq olsun. Təbii ki, bu bank sənədi pulu onlara gedir, getmir, mən bunu bilmirəm, amma bir çox sənəddə də sizin yəni pulunuz çıxır. Bu barədə çox məlumat vermirlər. Gərək məlumatlı gedəsən ki, soruşasan deyələr, yoxsa özləri açıb sizi xərc deyib sizi boğmurlar. Çünki zaten həvəsə gətirməkdir məqsəd. Nəysə, mən bu yaxınlarda onların ofisinə yaxınlaşanda, hansı ki, məni əvvəlki kimi ultra mühafizəli ofisə yox, belə sadə bir ofisə çağırdılar. Nəysə, biz sizə xidmət haqqını verməyəcəyik dedilər. Biz kollecdən qəbul almışıq və 3 dəfə də rədd almışıq. Xidmət göstərmişik də, yəni xidmət 3 dəfə rədd almaqdır. Yəni xidmətimizi göstərmişik dedilər. Amma məsələ də ordadır ki, həmin o qəbul aldıqları kollec onsuz da bunların əməkdaşlıq elədiyi kollec. Onsuz da danışıq vaxtı kollecdən %100 qarantiya verirlər qəbul almağa. Amma bundan əvvəl Amerika Universitetindən heç qəbul da ala bilmirlər. Qəbula 100% qarantiya verirdilərsə, bəs niyə deyirdilər ki, biz pulu qaytaracağıq? Hətta ofisdə deyirdilər ki, biz 3-4-cü rəddi heç görməmişik. Kanada vizasında birincidən, ikincidən qəbul alırıq. Amma müqavilədə yazılır ki, müqavilə müddəti də 1 illikdir bu arada. 1 ildə çoxdan keçib təbii ki. Müqavilədə də yazılır ki, qarantiya vermirik vizaya. Onsuz da qarantiya heç kim vermir vizaya. Bunu sonradan başa düşürsən. Oradan ağıllardan yox. Mən bu müddət ərzində videolarımı çəkə bilmədim. Təbii ki, bir çox əsəb, stres yaşadım. Çünki mən doğrudan da gedə biləcəyimə inanırdım və düşünürdüm ki, gec də olsa, ən azından ora gedə bilərəm və orada doğrudan da təhsil ala bilərəm. Lakin dalbadal gələn rəddlərdən sonra həm həvəsim qırıldı, həm də ümumiyyətlə hər şey olan həvəsim öldü. Və bundan da əlavə 10 minə yaxın pulum ortalıqda getdi. Uzun sözün qısası, yaxşı araşdırın, ingilis dili öyrənin. Sadəcə mən bunları deyirəm ki, mənim etdiyim səhvləri etməyin, uğurlar.